Gediniz burada mənə vermirəm sizə. Satan deyir ki, burada diplomsuz həkimlər işləyir. Müalicədədir. Sözü dedim qutardı da. Elə tükər bunun diri var. Dedim olmayacaq. Gəl çıx qardaşlar çölə var. Aras bəy, bir dəqiqə gözləyə bilərsiniz bizi zəhmət olmasa. Müdiriyyətimizdən nasıl gəlirlər? Gözü gəlir. Nərimanov rayonunda yerləşən Aristokrat Tibb Mərkəzinin qarşısındayıq. Qaynar xəttimizə daxil olan şikayətə görə bu klinikada fəaliyyət göstərən stomatoloqların müvafiq tibb təhsilləri yoxdur. Məsələnin nə dərəcə həqiqəti əks etdirdiyini öyrənmək üçün elə həmin həkimlərin qəbuluna yazıldıq. Eksperiment aparırıq. Bir neçə şikayətlə adı çəkilən həkimlərdən Sadiq Şükürovun qəbulundayıq. Daha sonra pasiyent qismində digər adı çəkilən şəxs Araz Məmmədzadənin qəbulunda olduq. Müşahidələrimiz onu göstərdi ki, həmin şəxslər heç bir məhdudiyyət olmadan həkim kimi fəaliyyət göstərirlər. Ardınca klinikaya Baku TV-nin əməkdaşı olaraq daxil olduq. Baku TV-dən Jalə Qəhrəmanlıdır. Zəhmət olmasa rəhbərlikdən bir nəfərə məlumat verə bilərsiniz, bizə yaxınlaşsın. Rəhbərlik müalicədə yoxdur hal-hazırda. Müdür köməkçi. Müdür köməkçisi, özünüzü təqdim edin, zəhmət olmasa. Mübariz, Məmmədov Mübariz. Mübariz bəy, biz bu klinikada Dayandırın da bunu bir məlumat verib görünməsin. Qaynar xəttimizə daxil olan şikayətə görə bu klinikada fəaliyyət göstərən bir neçə həkimin, yəni stomatoloqun tibbi təhsili yoxdur, müvafiq tibbi təhsili yoxdur. Və həmin şəxslər içərisində Araz bəyin, Sadiq bəyin və digər şəxslərin adları var. Ona görə yaxınlaşmışıq. Gün yaxınlaşası kadrlar sizə sənədlərini göstərəcək, zəhmət olmasın. Siz burada həkim, baxın bəy, sizin otağınızın üzərinə stomatoloq Araz Məmmədzadə yazılıb. Bir dəqiqə. Cavabda mən dedim sizə. Bir dəqiqə xahiş edirəm, mənə cavab verin. Otağınızın önündə stomatoloq Araz Məmmədzadə yazılıb. Lakin sizin stomatoloq kimi müvafiq Təhsilim də var, xanım, təhsilim də var. bilərik. Təhsilim də var. Mən də istədim ki, müdiriyyətimiz tərəfindən birini gələcəksə, bu aydınlaşma edəcək. Biz onu sizin qəbulunuza yazdırdıq ki, görək həqiqətən siz burada elə fəaliyyət göstərirsiniz yoxsa yox. Bir Siz dəqiqə. burada fəaliyyət göstərirsiniz. Qəbul edib müayinə eləmişəm, bəlkə dişində iş Nə görmüşəm. etmisiniz də, bəs necə? Nə müayinəsində burada mən iş görmək deyir ki, mənə bir Yaxşı, həm deyirsiniz diplomum var, həm deyirsiniz ki, mən iş görməmişəm. Diplomunuz varsa iş görsəniz. göstərsən olsun. Kənan Həsənov, Elşən Əskərov, Sadiq Şükürov, Araz Məmmədzadə, İmamali Abbasov və Roza xanım. Biz onları axtarırıq. Birinci gün yaxınlaşarsınız, göstərəcək sizə sənədləri. Stomatoloq kimi qeyd olunmusunuz və özünüzü elə təqdim edirsiniz. Eləyəm belə. Eləyəm. Stomatoloq. Bəli, belə stomatoloqam. Hansı universitet? Birinci gün gələrsən. Ukrayna bitirmişəm mən. Çox xahiş edirəm. Sizin diplomunuz. Çox xahiş burada söhbət edir. Burada işləyir Sadiq. Bunu o tarafa çəkin. Sadiq bəy İşləmir burada, xeyr, gediniz. işləmir. Xeyr. Axı biz onun qəbulunda olmuşuq. Xanım, gediniz burada mənə vermirəm sizə heç bir məlumat. Çəkilişimizi gördükdən sonra Sadiq Şükürov otağının işıqlarını söndürdü və qapını üzümüzə bağladı. Hansı ki biz Sadiq bəyin qəbulunda olmuşduq. O bizim təcrübəçimizi qəbul etmişdi və müayinə etmişdi, ona diaqnoz qoymuşdu. Lakin indi biz onu burada tapa bilmədik. Sorğuda adı çəkilən Kənan Həsənov mərkəzimizdə stomatoloq kimi deyil, yalnız cilalayıcı, yəni stomatoloji yardıma hazırlıq və texniki cilalama işləri görən şəxs kimi fəaliyyət göstərir. O stomatoloq səlahiyyətlərini icra etmir. Araz Məmmədzadə isə tibb mərkəzində ortopedik stomatoloq kimi çalışır və bu sahə üzrə müvafiq təhsil və ixtisas sənədlərinə malikdir. Sorğuda adı gedən Şükürov Sadiq Elxanoğlu isə klinikamızda diş texniki olaraq fəaliyyət göstərir. Çəkdiyiniz görüntülərdə də söz gedən həkim pasiyentə hər hansı tibbi müdaxilə etməyib. Sorğuda adı qeyd olunan İmaməli Abbasov və Roza Əzimli isə ümumiyyətlə Aristokrat Tibb Mərkəzinin əməkdaşları deyillər. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən sorğuda adları qeyd edilən həkimlərlə bağlı faktlar ciddi araşdırılacaq və ictimaiyyətə bu barədə məlumat veriləcək.